oyunumuz olacaq. Eləmişəm və ya eləməmişəm. Əlinizdəki kartlarla. Mən sizə suallar verəcəm. Siz də əlinizdəki kartlarla eləmişəm və ya eləməmişəm deyəcəksiniz. Başlayırıq. Biz oyuna başlamadan öncə kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Heç kiminsə telefonuna gizlicə baxmısınız? Necə? Kiminsə telefonuna gizlicə baxmısınız? Eləmişəm. Yalan nədir? Eləmişəm. Ancaq bilməyəcəm kimdir. Biz evə gedərəm, biz də demirik. Bilməyəcəm kimdir, eləmişəm. Aha. Köhnə sevgilimi yenidən barışıb rəfiqəmdən gizləmişəm. Eləməmişəm. Eləməmişik. Heç kəs eləməyir. Eləməmişik. Biz masumuz. Mən elə şey yox. Eləməmişəm. Mən yaxın rəfiqəm mənim yanımdadır, yəni ona görə eləməmişəm. Əsla eləməmişəm. Yemək pişirəcəm deyib mətbəxi bir-birinə qatmışam. Eləmişik. O qədər. Saysız hesabsız. Səliqəli iş görə bilməm, aləm deyil. Milyon dənə qab dolmuş. Elə də maraq olur. Tatlı da olur. Aha. Birisini sevməyib sonradan dost olmuşam. Eləmişəm. Olub. Eləməmişəm. Necə olub? Yaxın dost yoxsa Yaxın yoxsa? Vapşe. İlk görüşdə xoşuma gəlməyib də. Tutaq ki, necə deyim, ön yarğı dillər, türklər ön yarğılı yanaşıb, sonra tanıyandan sonra olub elə bir şey, olub. Məndə olub. Çünki mən biraz insanları gec tanıyıram. Məndə olub. Qətiyyən. Məndə olub. Bir də eləmişəm olaraq. Eləməmişəm də. Eləməmişəm. Ya yapmayın. Mənəm elə. Aha. Aha. Mesajı oxuyub birlikdə cavab vermə. Bilərək cavab verməmişəm. Eləmişəm. Mən də eləmişəm. Hamımız elə bir şey. Hamımız eləmişik. Eləmişsən, ha. Normalda hamımızın elədiyi Necə? Məncə Yəni yalan bəyənmədin deyil. insan, sən elə insan hansı ki, sən Məncə üçün o yalan qədər deyil. də vacib deyil. Sonra cavab verə Oxumamışam. bilərsən. Siz nə eləmişəm? Görmüşəm, yazıb O götürüb da silmişəm. onun kimi bir şeydir də. Odur da. Görmüsən də yazdığını. Yəni Eləmişəm elə də. etiraf edirəm. Görmüsən eləmişəm bu arada. Görmüşəm, silmişəm. O da eyni şeydir də, yəni. Görüb silmişəm. Amma görüm elə bir quş var da o. O adam bilir ki, sən onu görmüsən, silmişsən, cavab verməmsən. İndi şeyə gedir də, yəni yuma özünü. Ben yalanlar demişəm. Yalanlar üstün də demişəm. Görmüşəm ki, görməmişəm. Aşağı mesajımız. O işte, amma eləmişəm. Əsas o da eləmiş, mən çox hamıyım. Hə, o eləməyəm mən. Bürcünə görə kimisə həyatından çıxartmışam. Eləməmişəm. Eləməmişəm. Mən də eləməmişəm. Ümumiyyətlə mənə uyğun olmayan bürclər məni çəkmir. Ona görə yaxın gəlmirəm, yəni həmin adamlara. Mənim üçün bürc çox önəmli bir şeydir. Ona görə də mən Maraqlıdır, necə eləyə bilirsiniz onu? Tutaq ki, gəldi mənə salam vermisiniz, mən əkslər bürcüyəm. Salam vermisiniz də day mənə. Nə edəcəksən? Yaxından tanıdıqca. Çox yaxın buraxmayacaq. Sorry. Yaxından tanıdıqca məsələn görürsən ki, artıq xəstəlik heç uyğun gəlmirsə, əlavə olaraq da sən daha öncə belə bir bürcünə qarşılaşmısansa, o zaman bilirsən ki, sən uyğun insan deyil. Bürcünə görə, nə bilim, bilməm. Birbaşa yox da, yəni birbaşa idi ki, o da sağ ol. O sual odur da, bürcünü gördüm, sağ ol, eləmirəm elə. Amma bəzən bürclər də adamı aldadır, bəzən elə olmur. Çünki gərək onu girəsən belə, baxasan yüksələni nədir, nə bilim nəyin. Orası elədir, amma insanda xarakter deyilən bir şey var axı. Ay, eynən. Bürcün onun heç bir adiyyəti yoxdur. Bürc olaraq hardasa 30-40%. Hə, ancaq xarakter deyilən bir şey var. Təbii ki, Məncə o bürclərə çox da yönəlmək lazım deyil. Belə düşünürəm. O sırada astroloqla işləyən bizlər. Addım atan da astroloqa yazır. Girəsən bunu necə eləyim? Aha. Sevmədiyiniz biri sizə gəlir deyəndə yalandan deyirsiniz ki, evdə deyiləm. Eləmişəm. Alıb. Eləmişəm. Mən də eləmişəm. Mən də eləmişəm. Yalan nə deyim? Eləməmişəm. Qonşum var idi bir dənə.
Eləməmişəm. Dəqiq. Evdə sən deyirəm yox. O mən də eləmişəm. Mən Xüsusən istəmirdim ya, eləmişəm. Özdə eyni qədər dəfələrlə. O da bilirdi ki, mən istəmirəm. O bizə gəlsin. Amma yenə gəlib Kamal xan. Gəlir, üzü var. Elə bir şans ösüzlük idi də. Gəlir, bilmirəm. gəlir yenə də gəlir. Hə. Dəfələrlə elə eləmişəm, amma hər dəfə də eləmək olmurdu da. Arada məcbur idim ki, gəl. Hər dəfə demək olmur, evdə deyirəm. Gör maşın məhəllədədir. Evdə sən gəlim. Gördüm maşın. Bu belə eləyərək. Gördüm maşının evdədir. Gəldilər. Mən də qayıtdım. Az yox, mən biraz özümü yaxşı hiss eləmirdim, taksi ilə gedirdim. Deyirəm, ya deyirsiniz ki, evdə deyiləm, maşın amma həyətdə. Onu eləmişəm. Maşın həyətdə olub deyim, amma yox eləmişəm. Maşın həyətdə olub. Demişəm ki, amma evdə deyiləm, yox eləmişəm. Görsən ya aldanırsan bizi. Axı da olmur axı. Məsələn, nəsə istəyib demişəm ki, halım yoxdur, həmin ərəfədə xəstə olmuşam da, məcburiyyət qarşısında demişəm də. Sən eləməmişəm, eləmisən də. Bir dənə eləmişəm işte, bir dəfə eləmişəm. Bir dəfə olar. Bir dəfə eləmişəm, çox eləməmişəm, şeydə eləmişəm. Kandırıyorsun. Eləmişəm, eləməmişəm, oyunumuz bitdi. Ümid edirəm ki, bəyəndiniz. Maraqlıydı məncə, çox sağ olun. Həqiqətən Xanım, çox qəşəng suallar Maraqlıydı, idi. pozitiv keçdi. Biraz ruhum dincəldi, açıqlamaya yalan danışım, xoşum gəlir. İstirahət edirəm, xoşallanıram. Həqiqətən. Siz xoş söhbət olanda adamın ruhu belə yatır. Amma adam hissələyəndə ruh pisiz deyir. Allah. Ucu dəli kimi olsun. Amma görürsünüz, məni hipnozatsız qızlar. Sağlar. Gözəlliyinizlə, həqiqətən. Gözəl suallarınızla belə olmalıdır. Bütün efirlər məncə belə keçsə daha gözəl olar. Sağ olun, təşəkkürlər. Mən də sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun.